Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Məni izləyən müştərilərimiz bilir ki, mən hər zaman evlərin ən gözəlini seçib paylaşıram. Dəyər qiymətinə və yaxud dəyərindən aşağı qiymətə satılan həyət evlərimizi paylaşıram. İnanın ki, bu evdə onlardan biridir. Dəyər qiyməti ilə satışa çıxıb. İnanın ki, videomu sona qədər izləsəniz, inanmıram ki, bu evi bəyənməyən müştəri ola. Həm də hətta onu qeyd etmək istəyirəm ki, bu ev uzağı bir günə satılası evdir. Yavaş-yavaş keçək evin çiləsi tanış edeyim. Evin yerləşmə yeri Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. Kameranı çevirsəm yolu görəcəksiniz. Magistral yoldan 20-30 metr məsafəsi var. Baxın, bu iki gördüyünüz qapı da evin özünə aiddir. Biri maşın üçün nəzərdə tutulub, digəri də piyadalar üçün rahat keçməkləri üçün kiçik bir qapı nəzərdə tutulur. Bəzən müştərilərimiz deyir ki, mənim çəkilişimə baxıb rəylərdə oxuyuram. Deyir ki, xanım, çox həyəcanlısınız. İnanın ki, mən hər videonun çəkilişinə keçib baxa bilərsiniz. Hər evi çəkəndə mən belə olmuram. Evi özüm bəyənirəmsə, inan o qədər həyəcanlanıram ki, çünki mən sevirəm ki, müştərilərimə layiqli ev tapım. Yoxsa yəni baha çıxmış, layiqsiz evləri ümumiyyətlə çəkib paylaşmıram. Özüm bəyənirəm, özümə nə rəva bilirəmsə, sizə də onu rəva bilib paylaşıram. Çox uzatdım bilirəm. Keçək indi evin tam məlumatına. Ev tam əşyalı satılır. 3 dənə əşya götürüləcək. Hamısını dəqiqliklə sizə qeyd eləyəcəm. 3 dənə əşyada nədir? Evin daxilində görəcəyiniz televizordur, paltaruyandır. Evin gördüyünüz kimi çöl tərəfində də qonaq otağı var. Evin daxilində də qonaq otağı var. Bu həyətdəki istirahət otağı kimi nəzərdə tutulub, geniş bir otaqdır. Amma evin içində görəcəyiniz, qonaq otağında görəcəyiniz divan götürüləcək. Baxın, 3 dənə əşya, divan, televizor, paltaruyan. Qalan nə görürsünüzsə, hər bir əşya satış zamanı qalır. Bura evin ön hissəsində olan torpaq sahəsidir. Evin arxasında da əlavə torpaq sahəsi var. Digər videomda konadan keçib göstərmişəm. Bu dəfə arxa tərəfindən elə çəkib göstərəcəm sizə. Deməli, arxa tərəfinə evin həyətyanı sahəsindən də keçə bilirsiniz. Mətbəxdən də qapısı var. Buradan kameranı yaxınlaşdırıb sizə göstərəcəm. Baxın, evin daxilindən də keçəndə göstərəcəm. Baxın, mətbəxdən birbaşa evin arxasına çıxış mümkündür. Həyətdə də əlavə kiçik bir kladovkası var. İnan, ev o qədər möhtəşəm evdir. 6 otaqdır. 3 torpaq sahəsindədir. Evin kvadratı nə az, nə çox 210 kvadrat metrdir. Mərkəzi kanalizasiya sistemi var. Qaz, su, işıq daimi fasiləsizdir. Sayğaclarının hamısı var. Tamamilə şəxsi tikilidir. Evdə yaşayış var. Ev sahiblərimiz də hazırda əyləşiblər. Bir dəqiqəlik videomuzu pauzaya qoyum. Həyətdəki qonaq otağını sizə göstərib davam edirəm. Bu sizə qeyd elədiyim həyətdəki geniş bir qonaq otağı. Burada gördüyünüz əşyaların hər biri qalır. Və məlumatı sizə bir də əvvəldən qeyd edirəm. Məhəmmədli qəsəbəsidir. Magistral yoldan 20-30 metr məsafədə. Evin 20-30 metr məsafəliyindən də birbaşa 217 nömrəli marşrut xətti keçir. Tam mərkəzə yaxın yerdə yerləşir. Bir otaq evin həyətində idi. Digər 5 otaqsa evimizin daxilindədir. Dəhliz sistemlidir. Dəhlizə daxil olduqda solda gəlir geniş bir qonaq otağımız. Dəhlizi istipoldur. Hamam sanitar qovşağı istipoldur. Evdə istilik sistemi kombidir. Pollarımızda laminatdır. Bu divan dəsti gedəcək. Bu gördüyünüz televizor gedəcək. Qalan əşyalar qalır. Kondisionerlər hamısı qalır. Və bir də sizə bir şey göstərmək istəyirəm. Mətbəxə daxil olaq, hamısını sizə qeyd edəcəm. Evdə özümə nə xoş gəlibsə, onların sizə hamısı ətraflı göstərir. Baxın, bu ara divarları görürsünüz də yəqin. Otaqlara keçəndə baxın, evin onsuz da hər tərəfi qoşadaşdır. Amma bir şey də yaxşıdır ki, baxın, bu ara divarları hamısı qoşadaşdır. Hər evdə belə olmur. Tamamilə özünə tikilmə və uzun müddətdir ki, evdə yaşayış var. Sizi yordum, bilirəm, qiymətini də qeyd edeyim. Evin qiyməti 185 min manat deyilir. İnşallah ki, real alıcılarımız olsa, qiymətdə də yaxşı endirim olacaq evin sahibi tərəfindən. Bir də bu xalacenlik gedəcək. Bahalı keyfiyyətli mətbəx mebeli.
Sənədi, paket kupçadır, ipotekaya yarayır. Əgər bank sizə dövlət ipotekası ayırıbsa, istəyirsiniz nəqd alın, istəyirsinizsə üzr istəyirəm, mən səhv qeyd elədim. Xaladenik qalır, o paltaryuyan gedir. Burada yenə gəlir, nə gəlir? Hamam sanitar qovşaq aksesuarları ilə birlikdə və duş kabinası da var. Qalxaq ikinci mərtəbəyə. Evin ikinci mərtəbəsində 3 yataq otağıdır. Bir sanitar qovşaqdır. Buradan balkona çıxışdır. Videonun əvvəlində balkonu sizə çöl tərəfdən göstərdim. Bu ikinci yataq otağı. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.